olur ki, bu sadece bir müzik aletinden dönüşen bir meditasyon aletine. Tamam. Ondan dolayı dik otururuq. Çoxlu flütə şeylərində, məktəblərində, dünyada flütə qoyduqları hörmət çox böyükdür. Onun üçün məsələn Japoniyada, Çində oturarlar flütə, əvvəl niyyət edərlər, ya məsələn ondan rüxsət istərlər. Məsələn bir huzura gəlmək üçün bir zaman ayırarlar. Məsələn dizləri üstə tutarlar. Hətta Japoniyada bu işi də görürlər ki, məsələn ona sayğı göstərirlər. Niyə? Onun üçün ki, o anın farkına varasan və o ana gəlsən. Digər üsullardan ki var, flütanın dərəcəsi üzüyə görə bəllidir. Bunun bir hesablaması var. Onu gərək tapasan. Bəzilərində belədir, bəzilərində belədir, bəzilərində belədir. Bu belələrdəndir. Digər usul budur ki, sən əllərin, şanələrin, yəni çox relaks olar. Çox da texnik deyil, ilim deyil, nəfəs də deyil. Sadəcə problem bədənimizin relaks olmağındadır ki, onu gərək çözək. Bədənin həmişə omuzların relaks olsun. Bu ən əsaslardandır. Və təsir qoyur. Burada sinənin yolun bağlıdır, nəfəs çəkmənin rahatlıq çətinlədir, qarnın sıxılır. Bunlar gərək hamısı relaks olar, ta həm rahat sala bilərsən, həm oxuya bilərsən. Başqa üsullardan budur ki, sən gərək nəfəsini kontrol edəsən flüt çalmaqda. Nəfəs buradan kontrol edilir, buradan yox. Buradan kontrol etmək zorla olur, buradan eləmək iradə ilə olur. Sən buradan nəfəsi gərək saxlayasan. Sənin matəhtin, oturduğun yer, ayaqların hamısı onun kontrolunda nəfəsin təsiri var. Relaks bir kontrol. Hardan bilə bilərik ki, bu doğru bir kontroldur? Oradan ki, çox az bir havanı, çox istimrarlı, düz belə yox. Az bir havanı belə verə bildiyində, onda bilirsən ki, sən qarnından nəfəs alırsan. Birinci təmrinlərimiz uzun notalardır. Başlamaq istəyəndə buradan başlamaq biraz çətin ola bilir. İnsan onda yorulur, darıxır. Yuxarı notalardan başlayaq çalmağa. Bu məsələn eləyə bilərsən, belə tutasan, təmin edirsən, ya da istəyirsən ki, normal tut, yəni bir yerindən tut. Barmaqlar bir cür tasarlanıb ki, gərək rahat olsun. İndi sən bu cür eləyərsən, ya bu cür, o gərək tapasan ki, ən rahat forması hansıdır. Digər şeylərdən biri budur ki, qamanı gərək biləsən. Qaman buradan başlayır, sənin evindir, hanəndir, tonaldır. İkinci oktavda, burada bitir yenə evdə, amma ikinci oktavda. Evindən bir qabaq, o da bir işarədir. Bir dənə olaylardan da biri budur ki, bu arxa not izafələşməyi ilə bir farklı qamanı da əldə edə bilirik. O da re minor qamasıdır. Və bu səbəb olur ki, biraz daha həm Azərbaycan musiqisinin əsasında olan minor harmonik, həm də minor qamasını çala biləsən. O daha çox Batı musiqisində işə yarayır. Normalda o dəlik olmasa, sən məsələn Batı musiqisini ya da Asiya musiqisində çalmaq olmur. Amma o olanda onlar da izafələşir. Məsələn üçün indi bizim əsl minor qaması olan, yəni bu dəliksiz olur.
İndi əgər mən bu nota yerinə bunu qoysam, onda olur batırırsınız. İndi amma bəzən